Salam əziz müdavimlər, mən Merizm Akademinin musiqi məktəblərinə işə qəbul və attestasiya üzrə müəllimi Nazlı Allahverdiyeva. Bugün sizinlə ən mürəkkəb formalardan biri olan Sonata Allegro forması haqqında danışacağıq. Sonata Allegro formasının belə adlanmasının səbəbini gəlin ilk öncə araşdıraq. Birincisi, sonata səslənmə deməkdir. Sonora sözündən, italyan sözündən hansısa bir alətdə səslənmə mənasını verir. Allegro isə bu səbəbdən adlanıb ki, əvvəllər bu formada yazılan əsərlər Sonata Allegro, həmişə Allegro tempində yazılardı. Bu səbəbdən də sonradan bu formanın adı Sonata Allegrosu kimi tarixdə qalıb. Gəlin bu formanın hissələrinə nəzər salaq. Ümumiyyətlə bu formada olan əsərlər hansılardır? Birinci ona baxaq. Sonata Allegrosu formasında yazılan əsərlərə simfoniyaların, konsertlərin birinci hissələri, hansısa simfonik poema və yaxud da bir hissəli simfonik əsərlərin tərkibləri və yaxud da uvertüralar aid edilə bilər. Yəni bu formada yazılıb bu əsərlər adətən və yaxud da hansısa sərbəst əsərlər də bu formaya müraciət edə bilər bəstəkarlar. Onu qeyd edeyim ki, Sonata Allegro forması hardasa 17-18-ci əsrlərdə formalaşıb Haydnın yaradıcılığında. Bu forma ona görə mürəkkəb forma hesab olunur ki, burada iki dənə əsas və köməkçi bölmə ekspozisiya bölməsində qarşı-qarşıya qoyulur və biz bütün Sonata Allegrosu boyunca bu iki bölmənin sanki bir-biri ilə qarşılıqlı mübarizəsini izləyirik. Sonata Allegro forması ümumilikdə 3 böyük bölmədən ibarətdir. Onlardan birincisi ekspozisiya, ikinci işlənmə və üçüncü reprizadır. Repriza olduğu kimi ekspozisiyanın təkrarıdır, lakin bəzi dəyişikliklər ola bilər ki, buna sonradan toxunacağıq. Gəlin birlikdə ekspozisiyaya baxaq. Ekspozisiya bölməsi normalda 4 dənə partiyadan ibarətdir. Bunlardan ikisi əsasdır. İkisi vacib aparıcı roldadır. Əsas partiya və köməkçi partiya. Əsas partiya əsərin tanalığında olur. Məsələn, həmin əsər do major tanallığındadırsa, əsas partiya do majorda da başlayır. Yəni əsərə başlayan kimi siz do majorda mövzunun açıldığını görürsünüz. Əsas partiya bəstəkarın ilkin yazdığı melodiya olur, ilkin fikirləşdiyi mövzu əsas partiyada gedir. Köməkçi partiya isə əsas partiyanın əksinə olaraq, əsas partiya adətən daha coşqun, daha dramatik, daha gərgin olursa və yaxud da daha enerjili olursa, köməkçi partiya onun tam əksi, daha mülayim, daha sakit xarakterə malik bir partiya olur. Yəni dediyim kimi bu iki partiya önəmlidir. Digər partiyalara sonradan toxunacağıq. Köməkçi partiya əsas partiyanın dominanta tanallığında olur. Əgər əsas partiya major tanallığında verilibsə. Məsələn, əgər əsas partiya do major tanallığındadırsa, bu zaman köməkçi partiya veriləcək onun dominantası, yəni sol major tanallığında. Amma bu yalnız majora aiddir. Əgər minor tanallığında olarsa əsas partiya, məsələn, olsun fa diez minor. Bu zaman köməkçi partiya onun paralel majorunda və bəzən də dominantasında veriləcək. Paralel majoru bu zaman belə olacaq ki, fa diez minordursa onun paralel majoru köməkçi partiya olacaq la major tanallığında. Lakin reprizada bu mövzu biraz başqa cürdür. Buna birazdan toxunacağıq. Əsas partiyadan sonra köməkçi partiya birbaşa gəlmir. Çünki əsas partiya ilə köməkçi partiyanın xarakterləri bir-birlərindən fərqlidirlər. Bayaq qeyd etdiyim kimi əsas partiya daha gərgin, enerjili, bəzən daha coşqun olursa, köməkçi partiya onun tam əksinə mülayim xarakterdə olur. Bu zaman onların arasında kəskin təzad yaranır ki, bu təzadı bağlamaq üçün, köməkçi partiyaya çatmaq üçün və bəzən bayaq da qeyd etdiyim kimi minordan majora keçmək üçün bizə bir bölmə lazım olur. Bu da bağlayıcı partiya adlanır. Bağlayıcı partiyanın özünə məxsus bir tanallığı olmur. Adətən əsas partiyanın tanallığında başlayıb sekvensiyalarla, müxtəlif yönəlmələrlə, modulyasiyalarla köməkçi partiyanın tanallığına qədər inkişaf edir. Bu bölmədə biz görə bilərik müxtəlif sekvensiyalar, yönəlmələr, frigik dövriyyələr, yəni ümumi keçidlərlə bağlı hansısa nüansları görə bilərik. Bağlayıcı partiyanı əsas partiyadan seçməyin ən önəmli yolu odur ki, burada siz çoxlu keçidləri görəcəksiniz. Bir də bəzən, daha doğrusu çox hallarda belə olur ki, əsas partiya kimi başlayır bağlayıcı partiya. Siz sanki elə hiss edirsiniz ki, yenidən əsas partiya başladı. Amma belə olmur. Bağlayıcı partiya əsas partiyanı sanki təqlid edərək öz yolunu köməkçi partiyaya doğru uzadır. Köməkçi partiyanı tapmaq isə daha asandır əsərdə. Bu zaman siz sadəcə olaraq yeni tanallıq axtarırsınız, yeni tanallığın tonikasını axtarırsınız. Bayaq qeyd etdiyim kimi ya dominantanı axtarırsınız, yaxud da paralel majoru axtarırsınız, o tonikanı axtarırsınız. Bir də əgər əsəri ifa edərək təhlil edirsinizsə, ki bu mütləq olmalıdır, ifa edərək tapılmalıdır təhlil, bu zaman siz görəcəksiniz ki, həmin əsərdə xarakter dəyişdi. Bu da təbii ki, köməkçi partiyanın tapılmasının ən əsas yollarından biridir. Köməkçi partiyada
bu mövzu havada qalmasın deyə, belə el arasında desək, bu zaman biz sonluq verməliyik. Mütləq bu da tamamlayıcı partiya adlanır. Beləliklə ekspozisiyada olan 4 bölmənin də adını çəkmiş olduq. Əsas partiya, hansı ki bəstəkarın ilk yazdığı mövzu burdadır. Bağlayıcı partiya əsas və köməkçinin arasında olur və keçid xarakteri daşıyır. Köməkçi partiya, bu zaman burada daha başqa bir mövzu əsas partiya ilə qarşı-qarşıya qoyulur və tamamlayıcı partiya, bu zamanda siz köməkçi partiyaya bir sonluq verildiyini görə bilərsiniz. Bütün bu 4 bölmə bizim ekspozisiyamızı təşkil edir. Ekspozisiya sözünü belə yadda saxlaya bilərsiniz. Əks sözündən pozisiyada bir-birinə qarşı qoyulmuş iki mövzunun bir-birinə əksi. Daha sonra işlənmə partiyası gəlir. İndi siz deyə bilərsiniz ki, işlənmə partiyasını bəs necə tapacağıq? Bunun yolu çox sadədir. Adətən klassik formalı, klassik əsərlərdə, daha doğrusu klassik bəstəkarların yaradıcılığında ekspozisiyanın sonunda repriz işarəsi qoyulur. Yəni 2 xətt və 2 nöqtə işarəsi qoyulur. Bu da o deməkdir ki, ekspozisiya təkrar olunmalıdır. Yəni qısa desək, klassik dövrdə ekspozisiya mütləq 2 dəfə təkrar olunardı. Yəni bir dəfə axıracan çalınardı, sonra bir də axıracan çalınardı ki, hələ də bu belədir. İşlənmə partiyası isə bu reprizdən sonra gələn bölmədir. Yəni işlənmə partiyasını başlayanda siz görə biləcəksiniz ki, reprizdən sonra gələn hissə işlənmə partiyası kimi davam edir. İşlənmə partiyasında bəstəkar əsas, köməkçi, bəzən bağlayıcı, bəzən hər ikisi, bəzən 4 partiyanın 4-ünü də işləyə bilər. Yəni burada bəstəkar hansısa bir mövzunu götürür ekspozisiya bölməsindən və onu daha genişləndirərək burada mövzunu açır. Əsasən əsərin kulminasiyası da bu hissədə olur, əsərin əsas məğzi də bu hissədə olur. Yəni orta bölmədir. Burada bəstəkar artıq öz fantaziyasını və xəyal dünyasını işə salaraq istədiyi öz fantaziyalarını bu hissədə həyata keçirir. İşlənmə partiyasının tapılmasını bildik ki, reprizadan sonra başlayır. Bəs hansı tonallıqda olur? Bu zaman yenə də qeyd etdiyim kimi bəstəkar öz fantaziyasına güvənərək olur ki, onu tamamilə ayrı bir tonallıqda verir. Amma adətən köməkçi partiyanın tonallığında əksər hallarda biz görürük ki, klassik bəstəkarlar toxunurlar işlənmə partiyasına. Məsələn, köməkçi partiya verilibsə sol majorda, adətən işlənmə partiyası da sol majorda başlaya bilir. Və yaxud da tamamilə əksi. Tutalım, əsər do major tonallığındadırsa, do minor tonallığında orta bölməni verə bilər. Yenə də bu bəstəkarın tamamilə özünə qalmış bir şeydir. İşlənmə partiyasında təkcə əsas partiyanı da bəstəkar işləyə bilər, təkcə köməkçi partiyanı da işləyə bilər. Bəzi əsərlər var ki, orada bəstəkar əsas partiyaları, aparıcı partiyaları qoyub sadəcə bağlayıcı partiyanı işləyir. Bu da mümkündür. Yəni yenə də bəstəkarın fantaziyasına qalır. Üçüncü bölməmiz repriza bölməsi adlanır. Repriza bölməsi ekspozisiyanın təkrarıdır. Lakin burada bəzi xüsuslar mövcuddur. Ola bilər ki, bəstəkar olduğu kimi ekspozisiyanı təkrar etsin. Bu tam repriza gedir. Ola bilər ki, bəstəkar tam şəkildə təkrar etməsin, natamam repriz istifadə etsin. Bu zaman əsas partiyanı ixtisar edib birbaşa köməkçi partiyadan başlaya bilər bəstəkar. Yəni burada bəstəkar birbaşa köməkçi partiyaya da giriş edə bilər. Bu zaman bu natamam repriz adlanır. Və yaxud da ola bilər ki, güzgülü reprizadan istifadə edə bilər. Güzgüdə biz necə özümüzə baxanda sağ tərəfimizi solda, sol tərəfimizi sağda görürük. Orada da tamamilə əksinə əsas partiyanın yerinə birinci köməkçi partiya, sonra isə köməkçi partiyanın yerinə əsas partiya başlayır. Yəni tamamilə əks istiqamətdir. Güzgülü reprizası olan əsərlərdən Chopin'in Sol minor balladasını misal göstərə bilərik. Liszt'in Prelüdlər simfonik poemasını misal göstərə bilərik. Burada da güzgülü repriza ilə olur əsər. Və bir çox növü var reprizin əslində, amma ən çox işlənənlər bunlar deyə bunların adını çəkdim sizə. Və reprizdə tonallıq məsələsi var. Ekspozisiyada biz bildik ki, əsas partiya ilə köməkçi partiyanın tonallıqları fərqlidir. Əsas partiya majordadırsa, köməkçi onun dominantasında, əsas partiya minordadırsa, köməkçi onun paralel majorunda olur. Amma reprizdə məsələ biraz başqa cürdür. Reprizada artıq əsər bitdiyi üçün, bəstəkar artıq əsəri yekuna çatdırdığı üçün biz əsəri yadda saxlamalıyıq. Həm də nə səbəblə əsərə başladığımızı xatırlamalıyıq. Bu səbəbdən bütün tonallıqlar eyniləşir. Yəni repriza bölməsində əsərin ümumi tonallığı nədirsə, həmin tonallıqda da köməkçi partiyası olur əsərin. Yəni tutalım ki, əsas partiya ekspozisiyada do majordaydı. Burada da do majordadır, təbii ki, eynidir. Və siz köməkçi partiyada da yeni do majorun istifadəsini görürsünüz. Həmçinin tamamlayıcı partiyada, bir də onu qeyd etməyi unutdum ki, tamamlayıcı partiya həmişə köməkçi partiyanın tonallığında olur. Çox nadir hallarda köməkçi partiya reprizada da fərqli tonallıqda ola bilər. Hətta bəstəkar əsas partiyada belə tonallığı dəyişə bilər. Bu artıq romantizm dövrünə doğru meyl etdikcə dəyişən bir xüsusdur.
klassik dövrdə çox rast gəlməsi mümkün deyil. Daha doğrusu çox rast gəlinmir bu məsələyə. Onu da qeyd edim ki, repriza bölməsini tapmaq üçün əsərdə əsas partiyanı yenidən axtarmaq lazımdır. Yəni biz bildik ki, əsas partiyanı tapmaq, yəni ekspozisiyanı tapmaq rahatdır. Əsərə başlayan kimi ekspozisiyanı görürük ki, biz indi əsər üzərində də baxacağıq buna. Əsas partiyanı görürük əsərə başlayan kimi. İşlənmə bölməsini çox rahatdır. Repriza qoyulan işarədən sonra baxırıq. Reprizanı isə tapmaq yenə də çox rahatdır. Əsərin əvvəldəki 3-4 xanəsinə baxırsınız və başlayırsınız həmin təkrarı axtarmağa. Ola bilər ki, bayaq qeyd etdiyim kimi, bəstəkar əsas partiyanı ixtisar etsin və yaxud da güzgülü repriz versin. Bu zaman nə edirik? Bu zaman həm əsas, həm də köməkçi partiyanın əvvəl hissəsinə baxırıq ki, mütləq biz artıq repriza bölməsində bunu axtara bilək. Əsəri təhlil edərkən məsləhətdir ki, iri bölmələri birinci təyin edək, daha sonra xırda bölmələrə keçək. Yəni ekspozisiyanı təyin edək, işlənməni təyin edək və reprizanı tapaq. Ondan sonra, yəni reprizanı xırda da tapmaq olar. Ondan sonra kiçik bölmələrin üzərində işləmək olar. Digər qalan xüsuslardır. Əsərin tərkibində istifadə olunan akordlar, verilən kadensiya, əgər koda varsa ki, bəzən koda da olur əsərdə, koda da quyruq deməkdir. Əsərin sonunda verilir, tamamlayıcı xarakteri olur. Tamamlayıcı cümlədən sonra ayrıca bəstəkar bunu qeyd edir. Kodanın mövzusu adətən əsərin ümumi materialı üzərində qurulur, bəzən girişim materialı üzərində qurulur. Amma bəzən bəstəkar tamamilə yeni bir mövzu da işləyə bilər burada, sonluq kimi. Məsələn, Beethovenin Egmont Uvertürasının kodası buna misaldır. Orada bəstəkar tamamilə yeni material üzərində koda qurub. Yəni bu koda könüllüdür. Ola da bilər, olmaya da bilər. Giriş də həmçinin əsərdə ola da bilər, olmaya da bilər. Amma mütləq bu dediyim 3 partiya olmalıdır. İndi isə gəlin sizinlə Joseph Haydnın Mi minor sonatasına yaxından nəzər salaq. Biz sonatanın birinci hissəsinə nəzər salacağıq. Danışdığımız kimi sonataların, simfoniyaların birinci hissəsi sonata allegro formasında olur. Bundan əlavə baxmaq istəyiriksə, əgər özümüz axtarmaq istəyiriksə, zaten mövzuların qarşı-qarşıya qoyulmasından sonra, biraz sonra nəzər salacağımız işlənmə bölməsindən qabaq repriza işarəsinin istifadəsindən bilə bilərik ki, bu sonata allegro formasında yazılıb. Gəlin baxaq birinci böyük bölmələri axtaraq. Təbii ki, vurğuladığımız kimi bu hissədən başlayır ekspozisiya. Baxaq görək repriza işarəsinə harda rast gəlirik. Bu hissədə rast gəlirik. Demək ki, bu hissəyə qədər ekspozisiya tamamlanır. Repriza işarəsindən sonra, yəni ekspozisiya 2 dəfə təkrarlanır. Bu hissədən sonra işlənmə bölməsi başlayır və yenidən qaydırıq lap əvvələ. Əvvəldəki 3 xanə, 4 xanəyə qədər, nə qədər istəyirsinizsə, 3-4 xanə həcmində notlara diqqətlə nəzər salırıq. Dım 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 dım. Aşağı gəlirik. İşlənmə bölməsindən sonra axtarmağa başlayırıq. Aha, piano hətta dinamikada eynidir. Bu hissədə tapdıq. Demək, bizim bu hissədən etibarən reprizamız başlayacaq. Qaydırıq lap əvvələ. Başlayırıq xırda bölmələri axtarmağa. Ekspozisiyanın birinci bölməsi əsas bölmə idi, yəni əsas partiya idi. Və bizim tonallığımız mi minorda olduğu üçün əsas partiyamız da onsuz da mi minorda başlayıb. Fikir verirsə mi, sol, si, mi, sol əldə, bas səslərdə geniş tonika üç səslisi mi minorda göstərilib. Və fikir verirsinizsə, burada fermata işarəsi istifadə olunub və anında sonradan sanki yenidən əsas bölmə təkrarlanırmış kimi hiss edirik. Biz danışmışdıq ki, bağlayıcı partiyada sanki əsas partiya yenidən təkrar olurmuş kimi başlayır və bağlayıcı partiyaya sekvensiyalar, modulyasiyalar, keçidlər və bəzən albertiya baslar uyğundur və fikir verirsinizsə, hər biri də burada istifadə olunub. Demək, bu hissədən də bizim bağlayıcı partiyamız başlayır. Fermata işarəsinə qədər davam edir. Fermata işarəsindən sonra görürük ki, burada sanki tonallıq dəyişdi. Sol, sol, si, re. Sol majorun tonika üç səslisinə keçid aldıq. Biz danışmışdıq ki, əgər əsərin tonallığı minordudursa, minor tonallığındadırsa, bu zaman köməkçi partiya onun paralel majorunda, yəni burada sol major tonallığında başlayacaq. Demək ki, bəli, bizim köməkçi partiyamız təsdiq olunduğu kimi buradan artıq başlayır. Köməkçi partiya özü period formasındadır. Fikir verirsinizsə 5 xanə, 6 xanə daha doğrusu burada, 6 xanə isə ikinci cümləsindədir. Həmçinin əsas partiyamız da period formasındadır. Onu vurulmağı unutdum. 8 xanədən ibarət xırda bir perioddur. Amma 4-4 bunu bölmək mümkündür həmçinin cümlələrə. Və gəlirik yenidən köməkçi partiyamıza. Köməkçi partiyamız bu hissədə yekunlaşdı və tamamlayıcı partiyamız artıq bu hissədən başlayır. Biz demişdik ki, tamamlayıcı partiya mütləq olur köməkçi partiyanın tonallığında. Və fikir verirsinizsə, sol majoru
elə təsdiq edir tamamlayıcı partiyamız. Sonda da elə sol majorla tamamlanır. Biz tamamlayıcı partiyanı necə tapa bilərik? Fikir verirsinizsə, sonda tonikalar təsdiqlənirsə, yəni yenidən yeknəsək bir şəkildə biz tonikanı eşidiriksə, görürüksə, bu o deməkdir ki, biz artıq tamamlayıcı bölməyə çatdıq. Fikir verirsinizsə, burada repriza işarəsi də qoyulub və reprizadan sonra işlənmə bölməmiz başlayır. İşlənmə bölməsində biz dediyimiz kimi bəstəkar istədiyi tonallığı götürür və istədiyi partiyalar işləyir. Fikir verirsinizsə, burada əsas partiyanı işləməyə başlayıb, sonra bağlayıcı partiyaya keçid alıb. Amma sonradan aşağılara gəlsək, bir də tonallığını da deyək. Burada mi majorda başlayıb, mi major, mi minor, mi major, mi minor növbələşir və sonradan təbii ki, çoxlu modulyasiyalarla əsər inkişaf edəcək. Və bura baxanda görürük ki, burada bəstəkar əsas mövzunu bas səsdən sağ ələ, yəni sopranaya keçirməklə yerlərini dəyişib və burada əsas partiyanı işləyib. Və piano hissəsindən də təbii ki, bizim repriza bölməmiz başlayacaq. Onu yenidən vurğulayaq ki, işlənmə bölməmizdə bizim əsas və yalnız bağlayıcı partiyalarımız işləndi. Köməkçi partiyanı bəstəkar burada işləmədi. Təbii ki, bu da yenə bəstəkarın öz seçimidir. Və repriza partiyasına baxırıq ki, eyni ilə yenidən əsas partiyadakı notlar başladı. Hətta yenidən nəzər yetirək. Siz yenidən əsərin əvvəlinə qayıdıb baxa bilərsiniz. Burada heç bir problem yoxdur. Diqqətlə baxırsınız və bunu səsləmədə də görə bilərik bu arada. Videonun açıqlamalar bölməsinə bu sonatanın səslənməsini də qeyd edəcəyik. İndi hal-hazırda sadəcə telif səbəbindən səslənməsi ilə birlikdə verə bilmirəm. Sadəcə notlarla göstərirəm. Siz həmçinin əsəri dinləyə-dinləyə də mənim səsimə qulaq asa bilərsiniz. Və gəldik repriza bölməsinə. Piano yazılan yerdən başlayır repriza bölməsi. Əsas partiyamız başladı. Amma fikir verirsinizsə, cəmi 2 xanə, 3-cü xanəyə qədər əsas partiyamız getdi. Ondan sonra bəstəkar qısa konkret edib həmin dəqiqə bağlayıcı partiyaya keçid aldı. Bağlayıcı partiyanın bu bəzi hissələridir. Və bağlayıcı partiyada yenə əvvəlki kimi təkrarlar görürük. Yuxarıdakı gördüyümüz bölmələri və fermata qoyulan yerdə tamamlanır. Sadəcə olaraq bəstəkar yenidən əsas partiyanı bir period kimi verməyi əsas bilməyib. Çünki bu reprizadır. Özət şəklində vermək istəyib. Bu da yenə bəstəkarın öz seçimidir. Daha qısa konkret şəkildə verib əsas partiyanı. Və fermata hissəsində bitir. Və aşağıda görürük ki, yenidən bu hissədə köməkçi partiyaya başlayır. Köməkçi partiyanın başladığını akordların və intervalların buradakı səsləmə fakturasına da tapa bilərik. Gəlin yenidən köməkçi partiyaya nəzər salaq. Yenə də deyirəm, geriyə qayıdıb baxa bilərsiniz. Fikir verirsinizsə, eyni tipli səslərdir. Sadəcə tonallıq dəyişilib. Burada tonallıq artıq mi minordadır. Biz danışmışdıq ki, ekspozisiyada tonika dominanta və ya paralel minor, paralel major münasibəti var idisə, reprizada artıq bu qanun götürülür və köməkçi partiya əsas partiyanın tonallığında inkişaf edir. Fikir verirsinizsə, artıq köməkçi partiya gəldi mi minor tonallığına. Və burada görürsünüz, düz bu hissəyə qədər, forte yazılan hissəyə qədər bizim köməkçi partiyamız inkişaf etdi və forte yazılan hissədən də yenə mi minor tonallığında tamamlayıcı partiyamız inkişaf edir. Eyni ilə ekspozisiyada olduğu tipdə gedir. Sadəcə olaraq biz bir dənə xüsusə diqqət yetirməliyik. Baxın, burada bir cümlə cəmi 4 xanədən ibarət tamamlayıcı bölmə gedir. Və sonra işlənmə partiyasına keçilir. Fikir verin sağ əldəki notlara da. Amma repriza bölməsində yenə tamamlayıcı partiya işləndi, bitdi. Bu hissədən etibarən. Fikir verirsiniz, bu hissədən artıq bəstəkar, hətta mən deyərdim bu hissədən, forte, bu hissədən yavaş-yavaş hərəkətlə koda başlayır. Fikir verirsinizsə, bu artıq ekspozisiyada yox idi. Bu yeni bir bölmədir. Bəstəkar əsərə koda da verməyi düşünüb. Yenə mi minorun üzərində hərəkət edir və son hissədə də əsas partiyadan cəmi 4 xanə verməklə bəstəkar bizə yenə eyni əsərdə olduğumuzu xatırladır və eyni hissədə bitirir. Bunu siz iki cür düşünə bilərsiniz. Bəstəkar həm burada əvvəldə verdiyi kiçik əsas partiyanı xatırladaraq onu daha genişləndirir, həmçinin kodanın sonunda bu hissəni verərək əsəri bitirdiyimizi bizim nəzərimizə çatdırır. Gördüyünüz kimi çətin heç bir şey yoxdur. Yenə tonika hissəsində də, daha doğrusu tonika səsinin unison oktava eşidilməsi ilə də əsər bitir. Çətin heç bir şey yoxdur. Sadəcə qoyulan qaydalara əməl edərək siz asanlıqla əsəri təhlil edə bilərsiniz.
Bugünlük bu qədər əziz müdavimlər. Biz sizinlə bugün sonat allegro formasının tərkibinə nəzər saldıq, əsəri yaxından təhlil etdik. Ümid edirəm ki, hər biriniz üçün mövzu çox aydın olub. Növbəti istədiyiniz mövzuları rəylər bölməsində qeyd etməyi unutmayın. Görüşənədək.